Emson Azərbaycanın Binəqədi rayonu Cəfərxandan 85B ünvanında həyata keçirilən alış-veriş zamanı müştəriyə 2 çek təqdim edilir. Hansı ki, o çekin biri bölünən yoxladıq Vergilər Nazirliyinin saytında məxsusdur fiziki şəxsə, ikinci postterminalla edilən ödəmənin çeki isə məxsusdur hüquqi şəxsə. Sizcə bunun səbəbi nədir? Bunun səbəbi vergidən yayınmaq üçün dövriyyəni bölmək məqsədilə həyata keçirilir. Yəni, bütün müştərilərə belə görünür ki, orada həyata keçirilən böyük əməliyyatlarda, çünki qiymətlər çox bahadır, orada çox ucuz qiymətlərdə yoxdur, həyata keçirilən böyük dövriyyələri bölmək və vergidən yayınmaq məqsədi güdür. Bunun başqa izahı yoxdur. Nəyə görə? Bir istiqamətdə həyata keçirilən alış-veriş zamanı müştəriyə 2 müxtəlif vöyünü olan çek təqdim edilməlidir. Çeklər məndədir və hər 2 çek yoxlanılıb tərəfindən Vergilər Nazirliyinin saytı ilə və qeyd elədiyim kimi, vöyünün biri fiziki şəxsə, digər vöyün isə hüquqi şəxsə məxsusdur. Xahiş eləyərdim ki, Emson Azərbaycan şirkəti bu məsələ ilə bağlı açıqlama versin. Vergidən yayınmağın səbəbi nədən ibarətdir?